Verilişin sponsoru Bakı Sığorta, Qayğı Keş Sığorta. Aramızda çoxlu sayda axmaqlar mövcuddur. Bu axmaqlar 3 manat pula görə sizi bıçaqlaya, məqsədsiz surətdə sizə işləməyə mane ola bilərlər. Bu axmaqların bir növü isə yollarımızdadır. Bu tip sürücülərə xalq arasında mədəni olaraq uzunqulaq və ya eşşək deyirlər. Lakin mən bununla razı deyiləm. Gəlin eşşəklərə hörmət edək. Siz qarşı yola çıxıb, nəinki insana, heyvana belə zərər yetirən uzun qulaq və ya eşşək görmüsünüz? Belə hal mövcud deyil. Tarixən də olmayıb. Heç bir qəza xəbərində və ya hadisədə eşşəyi qarşı yolda, özü də bir tərəfli yolda görməyiblər. Avtomobilə diqqətlə baxsanız, avtomobilin içərisində olan adamları görəcəksiniz. Yəni siz qarşı yolda kollektivçilik hissi zəif olan eşşəklər görə bilməzsiniz. Lakin bu cür sürücü və həmin sürücü bir söz belə deməyən insanları görə bilərsiniz. Gəlin belələrinə uzun qulaq deməyək. Çünki bununla biz bütün eşşəklərin haqqına girmiş oluruq. Bu insana bənzər məxluqlar, o yolu hətta düz belə keçməyən piyadanı vurmaqla, ən azı bizi vurmaqla, bizi haqq dünyasına bəlkə də vaxtından tez göndərə bilərdi. Bu cür tüklü, əyri ayaq, özünə kişi deyən məxluq balamızı valideynsiz, anamızı oğulsuz və ya qızsız, cəmiyyətimizi bəlkə də bir xeyirli vətəndaşsız qoya bilərdi. Bu əyninə şalvar geyinib, səhər üzünü qırxan, özünə hamamda çılpaq halda baxanda zor oğlanam deyən canlı əşya bizim, sizin, hamımızın canına qəsd edir. Özü cəhənnəm olsun, amma insanlarımıza ayırdı. Yolu keçən zaman sağa avtomobil gələn tərəfə baxan piyada ağlına belə gətirməzdi ki, 40 ölçülü kişi ayaqqabısı, namus və qeyrət etalonu 07-dən ibarət olan, lakin uzun qulaq adı almaq üçün dəridən qabıqdan çıxan biri onu sadəcə əlil edə bilər. Sürücü istəyinə nail oldu. Hamı onu söydü. İçi mən qarışıq, lakin qanun hələ dinməyib. Çünki bu material sabah dövlət yol polisində olacaq. O zaman bu tüklü varlıq yəqin ki hansısa başqa bir tüklü varlığı axtaracaq ki özünü tapşırtırsın. Avtoxuliqanın buynuzu olmur. Amma burada biraz tələsdim. Bəlkə də bu buynuzlu avtoxuliqandır. İnsan cildindədir, lakin insanlıqdan bixəbər varlıqdır. Səni dünyaya gətirən ananın 9 aylıq əziyyətinə heyf.